Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Mən Günay Vəliyeva. Bugünkü videomuzda biz deməli təyin və tamamın izahını verəcəyik. İstədim bugünkü videomuzda ilk dəfə olaraq mən PDF üzərindən izah edeyim. Çünki PDF üzərindən qrammatik qaydalar yazılsa da şagirdlərin onun anlamağında bir qədər əziyyət çəkirlər. Elə zaten aşağı yuxarı hər kəs bu qrammatika kitablarından oxuyur və mən istəyirəm bunu cümlə və cümlə izah edim. Həm də sizə daha yaxşı hər şey aydın olacaq. Deməli, əziz şagirdlər, mən mübtədə və xəbər dərsinin izahını öz kanalıma yerləşdirmişəm. Girib oradan baxa bilərsiniz. Mübtədənin ifadə vasitələri, xəbərin ifadə vasitələri, hamısını orada izah etmişəm. İndi bugün deməli bilirsiniz ki, mübtədə xəbər cümlənin qrammatik əsaslarıdır. Cümlənin qrammatik əsaslarıdır. Cümlənin ikinci dərəcəli üzvləri isə təyin tamamlı xəbərdir. İkinci dərəcəli üzvlər nə deməkdir? İlk növbədə bunu başa düşməyə çalışaq. Baxın, cümlənin ikinci dərəcəli üzvləri əsasən baş üzvləri izah edir. Baş üzvlərlə bağlı məlumatlar onların köməyi ilə genişlənir. Baxın, həm genişlənir, həm izah edir. Tamamlıq hərəkət və hökmün obyektini bildirdiyi halda zəflik, deməli, obyekt bildirir. Zəflik, hərəkət və hökm müxtəlif cəhətdən izah edir. Bu üzvlərdən təyin həm baş üzvlər, həm də ikinci dərəcəli o cümlədən özünü izah edə bilir. Təyin əşya bildirən bütün üzvləri izah edə bilir. Əziz şagirdlər, ümumiyyətlə ikinci dərəcəli üzv anlayışı nədir? Baxın, yazıram bura. Mən gəldim. Bir də var, mən yazıram ki, mən dünən sürətli qatarla gəldim. Görürsünüzmü? İki dənə aşağı-yuxarı oxşar cümlədir. Bu qısadır. Mübtədə xəbərdən ibarətdir. Mübtədə və xəbər. Bu isə uzun cümlədir. Baxın, siz mən gəldim ifadəsinin cümləsində siz bilmirsiniz. Siz nə vaxt gəlmisiniz, açan gəlmisiniz, necə gəlmisiniz, nə ilə gəlmisiniz, niyə gəlmisiniz. Bax, ikinci dərəcəli üzvlərini izah məsələsi bu deməkdir. Amma bu cümləyə baxın. Nə etdim, gəldim, kim, mən, nə zaman, dünən. Bax, bu zamanı bildirir. O deyir, zərflik, hərəkət və hökmün müxtəlif cəhətdir. Müxtəlif cəhətdən deyərkən, oradakı siz bilirsiniz ki, tərz hərəkət, ümumiyyətlə zərfliyin 6 məna növü var. Həmin onları nəzərdə tutulur. Yəni zamanını, tərzini, səbəbini, məqsədini, kəmiyyətini və s. Nə ilə gəldim? Baxın, tamamı vasitə bildirir. Nə ilə gəldim? Qatarla gəldim. Sonra izah edir. Sən mənə qatar mənə izah edir. Deyir, necə qatarla gəldin? Nə cür qatarla gəldin? Hansı mən də izah edirəm ki, sürətli qatar. Bəlkə qatar sürətlidir, bəlkə bir rənglidir, bəlkə bir köhnədir, bəlkə bir natəmizdir, bəlkə daha da əla qatardır və s. Yəni bunu izah edir. Təyinin izah etmək funksiyası bax bu deməkdir. Yəni gördünüzmü? Yəni ikinci dərəcəli üzvlər olarkən baş üzvləri izah edir. Köməyi ilə genişlənir, bax cümləsi bu deməkdir. Əziz şagirdlər, təyinin sualları necə, nə cür, hansı və neçə, nə qədər, neçənci suallardır. Belə yadınızda saxlaya bilmirsinizsə, belə deyək də, morfologiyada bildiyiniz sifətin, burada bildiyiniz sayın suallarını qeyd edə bilərsiniz. Əlbəttə ki, sifətdə hansı, bu metod təyində hansı sualını işləsəz daha yaxşı olar. Çünki zərfliyin də necə sualı var və sizi çaşdıra bilər. Biraz diqqətli şagirdlər əlbəttə ki, baxacaq ki, feilin yanında gələn zərflik olur, ismin yanında gələn təyin olur. Amma yenə də məsləhət sizindir. Təyinin ifadə vasitələrinə baxaq. Əziz şagirdlər, ifadə vasitələri də deyərkən, burada əlbəttə ki, morfologiya, o cümlədə söz birləşmələri, mürəkkəb adlar nəzərdə tutulur. Birinci ifadə vasitəsi yadınızda saxlayın. Biz deməli, baxın, bilirik ki, material bildirənlər həmişə morfoloji cəhətdən isim olur. Baxın, material bildirənlərin yanında isim gəldiyi zaman sifətin sualına cavab verir. Amma sifətin sualına cavab verir. Amma yenə nə olur? Yenə də isim olur. Ümumiyyətlə, morfologiyada bir sözün əgər adını isim qoyduqsa da, sifət qoyduqsa, say qoyduqsa da, ortaq sözlər olmadıqca həmin nitqsələri sayılırlar. Anasına necə üzüyü aldı? Qızıl üzüyü aldı. Baxın, ismi yanında gəlibdir. Necə palto var idi? Xəz palto var idi. Təyindir.
Qadınsız ev soyuq olar. Sifətlə ifadə olunub. Necə ev soyuq olar? Qadınsız ev soyuq olar. Alovlu sözlər ürəyimi dağladı. Necə sözlər ürəyimi dağladı? Alovlu sözlər sifətdə, alovdan alovlu, qadından qadınsız yaranır. Sayla ifadə olunanlara baxın. Məndən işıq alır min şəhər. Neçə şəhər? Min şəhər saydı. Min kənd, neçə kənd saydı. Çox kitablar. Baxın, az, çox, xeyli, bir qədər sözlərin yanında isim gəldikləri zaman onda nə olacaqlar? Əlbəttə ki, say olacaqlar. Feilin yanında gəldikləri zaman zərf və zərflik yolunda çıxış edirlər. Cümlə üzvü olaraq zərfli, söz olaraq morfoloji söz olaraq zərf yolunda çıxış edirlər. Nə qədər kitablar aldım? Çox kitablar aldım. Əvəzləyik bizə bu dağ, bu dərə. Baxın, əziz şagirdlər, ümumiyyət təyin funksiyasına ən çox çıxış edən əvəzlik işarə və təyin əvəzliklərdir. Bizə bu dağ, bu dərə təslim olsun. Hansı dağ? Hansı dərə? Bu dağ, bu dərə. Hansı adamlar eqolarına qalib gələ bilmir? Bəzi adamlar. Zərflə ifadə olunanlar. Yuxarı otaq sərin idi. Aşağı məhəllə qalib gəldi. Hansı otaq? Yuxarı otaq. Hansı məhəllə? Aşağı məhəllə. Əziz şagirdlər, ümumiyyətlə zərf dərsi elə bir dərsdir ki, zərfin sözlərini maksimum dərəcədə əzbərləmək lazım. Siz necə köməkçi nitqçələrini əzbərləyirsinizsə, zərfdə də o qədər. Məsələn, şagird yuxarı aşağı sözünə rast gələndə o bilməlidir ki, yuxarı və aşağı morfoloji cəhətdən zərfdir. Müxtəlif funksiyalarda ola bilər, özünü başqa nitq hissəsi kimi göstərə bilər, amma bu onu başqa nitq hissəsi eləmir. Yadınızda saxlayın, bunları unutmayın. Zərf dərsi bir balaca əzbərçiliyə yönələn dərsdir. Feili sifət, kömək edən dostlarını çağır. Deyirsən, çağır. Kimi çağır? Tamamlıq. Hansı dostlarını çağır? Mən nə bilim, hansı dostlarına söhbət gedir? Kömək edən dostlarını, feili sifətdə bilirsiniz, ən şəkilçisi var burada və feili sifətdə. Yatmış körpə oyandı. Hansı körpə oyandı? Yatmış muş şəkilçisi bilirsiniz ki, sifətin muş şəkilçisi yoxdur. Uşaqların ən çox şagirdin ən çox səhv saldığı şəkilçilərdən biridir. Amma sifətin muş şəkilçisi yoxdur. Ona görə də burada feili sifət götürürük. İsmi birləşmələr və feili birləşmələr. İsmi birləşmələr nədir, əziz şagirdlər? Yəni bu bölməyə gələnə qədər siz söz birləşməsi dərsini yaxşı mənimsəmək lazımdır. Yaxşı mənimsəməlisiniz. Çünki söz birləşmələri dərsini yaxşı mənimsəyə bilməsəniz, yəni siz irəliki yəni testlərdə siz o testlərin öhdəsindən gələ bilməyəcəksiniz. Çətindir yəni. Baxaq, xalq artisti Niyaməddin Musayev oxuyurdu. Nə edirdi? Oxuyurdu. Kimi oxuyurdu? Niyaməddin Musayev. Baxın, mən tanımıram hansı Niyaməddin Musayevlə söhbət gedir. Deyirəm ki, mən də sənə sual verirəm ki, hansı Niyaməddin Musayev? Sən də mənə qayıdıb sual verirsən ki, bəs xalq artisti Niyaməddin Musayev. Bu niyə ismi birləşməsi sayılır? Baxın, burada mənsubiyyət var. Bilirsiniz ki, mənsubiyyət özündən qabaq nə gəlir? Mənsubiyyət özündən qabaq yiyəlik al tələb edir. Əziz şagirdlər, yiyəliklə mənsubiyyət olan yerdə heç bir parçalanma ola bilməz. Bax, buna diqqətli olun. Yiyəliklə mənsubiyyəti heç vaxt parçalamırsınız, arasına söz daxil etmişsiniz. Bunlarla diqqətli olun. Ona görə götürürük hansı Niyaməddin Musayev, xalq artisti Niyaməddin Musayev. Bu ismi birləşmədir, köhnə adından ikinci növ ismi birləşmə. Uyusun dağların maralı Göygöl. Hansı Göygöl uyusun dağların yiyəlikə? Maralı mənsubiyyət. Yəni bunlar bütövlükdə cümlə üzvü götürəcəksiniz. Deyirsiniz ki, məktəbin direktoru Akif müəllim çıxış etdi. Çıxış etdi, kim çıxış etdi? Akif müəllim. Sual verirsən, hansı Akif müəllim çıxış edir? Məktəbin direktoru Akif müəllim. Yiyəlik hal var, mənsubiyyət var. Yiyəliklə mənsubiyyəti parçalayırıq mı? Xeyr. Bütövlükdə cümlə üzvü götürülür. Gələk feili birləşmə. Feili birləşmə nədir, əziz şagirdlər? Əsas tərəfləri feilin təsdiqlənməyən formaları, yəni məsdər feili, söz feili bağlama ilə ifadə olunandan feili birləşmələr gedirlər. Siz yiyəliklə mənsubiyyəti harada görsəniz, əziz şagird, ismi birləşmə götürəcəksiniz. Amma iki şəkilçi bu da istisna. Diqqətli olun. İki şəkilçi yiyəlik və mənsubiyyət görsəniz belə yazacağınız, görsəniz belə onları feili birləşmə götürürsünüz. Burada d plus mənsubiyyət bir acaq şəkilçisinin söhbət gedir. Feili sifətin. Bizim oxuduğumuz əsərlər budur. Nədir? Budur. Nə? Əsərlər. Hansı əsərlər? Bizim oxuduğumuz əsərlər. Feili birləşmədə d plus
Mənsubiyyət şəkilçisi var. Ümumiyyətlə, bəzi qayda kitablarında, axır zamanda çıxan bəzi qayda kitablarında elə dığım götürürlər bunu. Haqlı olaq belə baxanda, yəni onu heç cür parçalamaq olmadığı üçün onu daşlaşmış şəkilçi deyirlər. Sizin yazacağınız suallar maraqlıdır. Maraqlıdır. Nə suallar? Hansı suallar? Sizin yazacağınız suallar. Bu da yerli kal və burada da acaq şəkilçisi var. Bunu da parçalaya bilmədiyim üçün bunu da götürürük. Xalq sizi əlvan buludlar üzrində uçuşan mələklər kimi görür. Necə mələklər kimi görünür? Əziz şagirdlər, baxın, burada feili sifət şəkilçisi var. Doğru mu? Feili sifət şəkilçisi olan zaman mübtədanın istisna olmaq. İndi burada sizə sözü görünürlə əlaqədə olduğu üçün biz bunu daxil etmirik. Amma mübtədanın çıxmaq şərti ilə demək olar ki, sol tərəfdəki məstər feili, zət feili bağlamaq şəkilçiləri sol tərəfdəki sözlərin hamısını tərkibə daxil edir. Ona görə nə cür mələklər, baxmayaraq ki, burada 4 sözdür, siz çaşdırmasın. Bu tərkib əmələ gətirir. Yəni, cümlə daxilində məstər feili, zət feili bağlamaq şəkilçisi olduğu zaman onlar tərkib yarada bilmək gücünə malikdir. Belə. Frazoloji birləşmə. Ağlı başına gələn insanlar səhv etməz. Səhv etməz. Kim səhv etməz? İnsanlar. Sual verirsən ki, mən də sənə sual verirəm ki, hansı insanlar səhv etməz? Bax, görürsən, mən sizə aydınlaşdırıram, izah edirəm. Mən sənə açıram vəziyyəti. Deyirəm ki, ağlı başına gələn insanlar. Bilirsiniz ki, frazoloji birləşmələr neynəmək olmaz? Parçalamaq olmaz. Frazoloji birləşmənin əsas vasitə tərəfi olmur. Bir leksik vahiddirlər, bir cümlə üzvü olurlar. Diqqətli olun. Qoşmalı söz və söz birləşmələri ilə. Baxın, Lalə də anası kimi müəllimdir. Burada kimi? Mənim dostuma aid, burada da aid. Kimi burada bənzətmə qoşulmasıdır? Mənim dostuma aid, dair, məxsus, məxsusluq qoşmasıdır. Necə müəllimdir? Anası kimi müəllimdir. Qoşmalı söz, əziz şagirdlər, bilirsiniz ki, köməkçi nitq hissələri təklikdə heç bir cümlə üzvü ola bilməzdir. Cümlə üzvü olmaqdan ötürü onların leksik mənası olmalıdır və suala cavab verməlidir. Amma qoşma yeganə köməkçi nitq hissəsidir ki, qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Yəni, qoşma cümlədə görürsünüzsə, onu tez qarşısındakı sözə calayın. Tez qarşısındakı sözü calayın. Kimə aid? Mənim dostuma aid. Hansı dostuma aid? Mənim dostuma aid kitablar. Nə kitablar? Hansı dostuma aid kitablar? Mənim dostuma. Təyin quruluşca sadə və mürəkkəb olurlar. Təyin quruluşca sadə və mürəkkəb olurlar. Biz mübtədə və xəbər dərsdə mən bunu qeyd eləmişəm. Yalnız nitq hissələrlə ifadə olunanlar sadə, söz birləşməsi mürəkkəb adlarına ifadə olunanlar mürəkkəb olurlar. Əziz şagirdlər, yəni zaten bu normaldır da. Söz birləşməsi deyirəmsə, o da minimum 2 söz olur. Yəni minimum 2 söz olmağı da yəni bir mürəkkəblik üçün kifayət edir. Gəlin baxaq. Qız güllü donunu geymişdi. Nə etmişdi? Geymişdi. Kim? Qız. Nəyə geymişdi donunu? Necə don? Nəcür don güllü? Baxın, neçə sözdür? Bir söz deyil. Bir söz olduğu zaman sadə olacaqdır. Bunun sadə olmağına ötürü neçə söz olmağı lazımdır? Minimum bir söz. Minimum bir söz, maksimum bir söz. Yəni ondan oyuna ola bilməz. Biz birinci mikrorayonda oluruq. Biz oluruq. Nə edirik? Oluruq. Harada oluruq? Mikrorayonda. Yer zərfliyi. Kim oluruq biz? Hansı mikrorayonda oluruq? Birinci mikrorayonda. Baxın, təyindir. Sonra məktəb direktoru Əli müəllim qabaqda oturmuşdu. Nə etmişdi? Oturmuşdu. Kim oturmuşdu? Əli müəllim. Harada? Qabaqda. Hansı Əli müəllim? Məktəb direktoru. Mən sizə qeyd elədim, yuxarıdakı söz birləşmələri, ismi birləşmələr yuxarısına azıcıq da olsa məlumat verdim ki, yərliklə, istəyir bu qeyri-müəyyən yərlik olsun, istəyir yərlik olsun, fərqlidir. Mənsubiyyəti harada görürsünüz, parçalamışsınız. Parçalamışsınız, düzdürmü? Parçalamayanda da avtomatik bu minimum nə olur? 2 söz olur. Yəni, minimum 2 söz olmağı da onu mürəkkəb deməyimizə əsas verir. Sonra səhərdən meşəyə gələn uşaqlar axşam qayıtdılar. Nə etdilər? Qayıtdılar. Qayıdan kim idi? Uşaqlar. Nə zaman qayıtdılar? Axşam. İndi baxın, görürsünüz, burada feili sifətin şəkilçisi var. Feili sifətin şəkilçisi olduğu zaman özündən sol tərəfdəki
Özündən sol tərəfdəki sözlər tərkibə daxil edir. Deyirsiniz ki, hansı şagirdlər səhərdən meşəyə gələn şagirdlər? Görürsünüz, hansı sualına cavab verir. Bəli. Belə neçə söz oldu? 1, 2 və 3. Burada da 3 söz oldu. Biz də bunları rahatlıqla mürəkkəb deyə bilərik. Deməli, bir sözə deyəcəyik sadə, 2 plus sözə deyəcəyik mürəkkəb. Bunu unutmayın. Deməli, məstər tərkibləri, feili və feili bağlama tərkibləri cümlədə təyin ola bilmir. Lakin istisnalarda məstər və məstər tərkibləri cümlədə təyin ola bilir. Amma yadınızda saxlayın şagirdlər, istisnalarımız qaydaları nə etmir? Pozmur. Necə vərdişi var? Oxumaq kimi vərdişi var. Gördünüzmü? Necə peşəsi var? İnsanlara kömək etmək kimi peşəsi var. Sualı cavab ver. Yanında da isim işlənir və salam təyin götürə bilərsiniz. Amma bu qaydadır. Aha, gələk ikinci və üçüncü çox vacib qeyddə diqqətli olmaq lazım. Yadınıza saxlayın şagirdlər. İsmi birləşmənin qabağında təyin olmur. Olmur. Amma feili birləşmə. Çox üzr istəyirəm. Tərs dedim. İsmi birləşmənin qabağında təyin olur. Feili birləşmənin qarşısında təyin olmur. Bu nə deməkdir? Gəlin baxaq. Biz yaxınlaşdırın. Baxın. Yeni kursun müdiri odur. Kimdir? Odur. Kim? Kursun müdiri. Yəni mübtəda xəbər. Düzdürmü? Sual versin. Baxıram, bu nədir? Yerlik alımı var. Kursun müdiri mənsubiyyətim var. Yerlik mənsubiyyət. Yerlik mənsubiyyətsə demək bu ismi birləşmədir. Aha, hansı kursun müdiri? Yeni kursun müdiri. Baxın, burada ismi birləşmədir. İsmi birləşmənin qabağında mən təyin götürə bilərəm. Amma feili birləşmə. Yeni kurs açılanda o da gəldi. Nə etdi? Gəldi. Kim gəldi? O da gəldi. Feili bağlama şəkilçisini görürəmmi? Görürəm. Əziz şagirdlər, baxın. Feili birləşməni seçməkdən ötürü, yəni ümumiyyətlə zərfdən sonraki dərslər bir qədər əzbərçiliyə dayanır. Feili birləşməni tanımaqdan ötürü, feili bağlamanı, xüsusən feili bağlamanı, feili sifəti tanımaqdan ötürü onların şəkilçilərini əzbərləməyiniz və bilməyiniz şərtdir. Bu, yəni qaçınılmaz bir faktdır. Mən əzbərçinin tərəfdarı deyiləm, qətiyyən Azərbaycan dilində. Mən bir də şəkilçi bir şagirdlərimi əzbərlətmə təsəvvür edirsiniz. Çünki tətbiqlə tapmaqlarını istəyirəm çalışsınlar ki, tətbiq edərək tapsınlar ki, çünki əzbərçilik bir yerdən sonra yaddan çıxır. Amma feili sifətlə feili bağlamanın şəkilçilər mütləq əzbərlənməlidir. Zaten çox da deyil. Siz bilməlisiniz ki, anda şəkilçi feili bağlamadır. Feili bağlama şəkilçisi gələn zaman, biz dedik, məstər feili sifət feili bağlama şəkilçisi gəldiyi zaman özündən sol tərəfdəki sözləri mübtədan çıxmaq şərti ilə tərkibə daxil edir. Yeni kurs açılanda o da gəldi. Nə zaman gəldi? Yeni kurs açılanda. Artıq burada yeni sözün ixtiyarı yoxdur ki, bu feili bağlama şəkilçisindən qopsun. Bunun belə bir ixtiyarı yoxdur. Ona görə biz deyirik ki, feili birləşmənin qarşısında nə olmaz? Təyin olmaz. Çünki onlar tərkib yaradırlar, təyin ola bilmirlər. Əziz şagirdlər, demək təyin bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilir. Digər cümlələri ilə əlaqədə sintaktik əlaqədə asıl tərəf olur. Yuxarı küçədə toy idi. Bu nə deməkdir? Mən bunu izah edeyim. Baxın. Nə idi? Toy idi. Arada küçədə. Hansı küçədə? Yuxarı küçədə. Biraz da olsa söz birləşmələri dərsindən məlumatı olan şagird biləcək ki, yuxarı küçə sözü köhnə adı ilə birinci növ ismi birləşmə, yəni təzə kitablarda ümumi olaraq ismi birləşmə gedir. İsmi birləşmə getdiyi zaman parçalanır. Bu ismi birləşmə olursa da, bu olur aslı tərəf, bu olur əsas tərəf. Bu olur birinci tərəf, bu olur ikinci tərəf. Bu olur tabi olan, bu olur tabi edən. Bu aslı əsas tərəf olduğu zaman, bax bu küçəyə tabidir. Ona görə deyib, təyin qarşısındakı sözü tabidir. Amma təyin əsas olduğu tərəflər də olur. Hansıdır? Get 4-ə baxaq. Qırmızı donlu Lalə mənim rəfiqəm idi. Mənim rəfiqəm idi. Kim? Lalə. Hansı Lalə? Donlu Lalə. Hansı donlu? Qırmızı donlu. Siz bir dənə diqqətlə fikir versəniz bu cümlədə bunlar arasında vergül olmadığını görəcəksiniz. Bu nə deməkdir? Əgər ki, burada vergül olsaydı, bu həmcis üz sayılacaqdı. Bu arasında vergül olmadığına görə buna deyirlər qeyri-həmcis üzlər. Qeyri-həmcis üz nə deməkdir? Yəni qeyri-həmcis təyinlər. Yəni burada
Donlu sözü Laləyə aiddir. Qırmızı sözü dona aiddir. Yəni qırmızı sözü donu izah edir. Don sözü də laləni izah edir. Bu deməkdir. Belə olduğu halda mübtəda lalə, mübtəda bilirsiniz ki, həmişə əsas tərəf olur. Lalə sözü olur. Əsas, mən bir dənə bunu yazım. Deməli, qırmızı donlu. Sonra bir də yazım. Donlu, lalə nisbət. Baxın, görürsünüz. Qırmızı donlu sözündə bu olur asılı, bu olur əsas. Amma donlu ilə lalə nisbətində, yəni sintaktik əlaqədə burada olur asılı, burada da olur əsas. Ona görə biz deyik, bax fikir verdinizsə, donlu sözü həm asılıdır, həm əsas. Ona görə deyirik, qırmızı sözü donlu nisbətdə olacaq. Bu əsas, deməli, burada yazaq asılı. Amma lalə nisbətdə bu olacaq asılı, bu da olacaq əsas. Yəni, həmin izah olunan məqam bax budur. Düşünürəm ki, bir də belə bir şey deyək. Deyək ki, buradan belə bir cümlə yazaq. Belə bir cümlə yazaq. Mən o ikinci deyək ki, nə yazaq bura? Deyək ki, sinif belə yazaq da. Mən orada bir qeyd eləmək istəyirdim. O parçalana bilməyən. Qoyun üçüncü növlə sizə misal göstərim. Bu daha sizə rahat olacaq. Belə götürək də. Həyətdəki ağacın budağı qırılıb. Nə edib qırılıb, nə qırılıb ağacın budağı, hansı həyətdəki ağac. Bunu tanıtdım, burada ismi birləşmədi. Amma desəm ki, ağacın tutaq ki, həyətdəki budağı qırılıb. Görürsünüz, iki dənə oxşar, bir nisbətdə nədir? Cümlədir. Siz fikir verirsə, baxın, burada yəlik var artıq. Diqqətli olun. Ağacın nəyi? Budağı. Gətirib mənə bura çıxartdımı mənsubiyyət? Yadınıza saxlayın. Yəliklə mənsubiyyətin arasına istəyir belə milyonda nə söz girsin. Sizin onu parçalamaq ixtiyarınız yoxdur. Bu bütövlükdə cümlə olur. Nə edib qırılıb? Nə qırılıb? Ağacın həyətdəki budağı. Hamısı bir yerdə nə olur? Mübtəda olur. Buna diqqətli olun. Bəzən üçüncü və ikinci növ ismi birləşmələrdə, yəni ortada təyin kimi görünən söz olur, amma qabağında yəlik, digər kənarında mənsubiyyət olur. Bu cür nümunələr qəti olaraq sizi çaşdırmaz. Buna görə bütövlükdə onlar mübtəda götürülür. Gələk tamamlığa. Əziz şagirdlər, tamamlıq əşya məzmunu bildirir. Deməli, tamamlıq ismin 4 halında işlənir. Adlıq və yəlik olmaz. Adlıq və yəlik olmaz. Qalan halların suallarına cavab verir. Sualları burada da əslində qalsa, belə deyək, bütövlükdə təsirli kalın, sualı bütövlükdə tamamlayır. Əslində şagirdlərə biraz çox gəlir suallar, düzünü desəm. Amma biraz ardıcılığı fikir versəniz, rahat olacaq. Kimin, nəyi, haranla bir yerdə gedir, kimə, nəyə, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqqında, nə barədə. Fikir verdinizsə, haraya, harada və haradan sualları yoxdur. Qəti olun, bu suallar zəifliyin suallarıdır. Amma kimə, nəyi onlar var. Kimlə, nə ilə olanlar var. Tamamlığın ifadə vasitələri çoxdur. Baxın. Deməli, tamamlıq bir söz tamamlıqdan ifadə olmağıdır, onu isimləşməyə lazımdır. Yəni, ismin hallarına, suallarına cavab verməyə lazımdır. Yoxsa istəsə də tamamlıq ola bilmir. Çünki sən ismin hallarına, suallarına cavab verməlisən ki, sən gəlib tamamlıq üzvü vasitə yerində olasan. Nə üçün o məhəbbəti günahkar hesab edirsiniz? Nəyi? Suala baxıb, nəyin sualı təsiri kalın? Baskınları, talanları, nəyi?
Sonra sifətə baxın. Bu sifətlə sadə biraz diqqətli olun. O cümlədən feili sifətdə də. Ee, Əslində yaralı sözü morfoloji cəhətdən sifətdir. Amma o bu deməkdir də. Yaralı insanlar. Bu isimləşmişdir. İsimləşmə nə deməkdir uşaqlar? İsimləşmə nə deməkdir? Bir sifətin, sayin, feil sifətin isimləşməyi nə deməkdir? Buradakı olan ismi buradan çıxarır, buradakı olan şəkilçiləri bura birləşdirir. Baxın, fikir verin, necə hardan alınır? İzah edin. Birləşdirir, gəlir oturur ismin yerində. İsmin sualına cavab verir, özünü isim kimi göstərir. Yenə deyirəm, onu oradan çıxartmaq, yaralı sözünü gəlib ismi yerində oturmaq, onu isim eləmir. Sadəcə o müvəqqəti olaraq oradadır. Bax, səhv salmayın, morfologiyada diqqətli olun. Siz cümlə üzrə morfologiyanı bir-birinə qarışdırmayın. Ona görə ismi yerində oturub başlayır ismin sualına cavab vermək. Kimi gətirdilər? Yaralıları. Kim baxacaq? Kimə baxacaq? Möhtaclara. Görürsünüz, baxın, ismin sualına cavab verir. İsmin sualına cavab verir. Sayı da həmin şeydir. Milyon insanlardan xeyli azsınız. Əslində bu deməkdir. Oradakı ismi çıxardıb isimləşib. Kimdən? Milyonlardan. Və yaxud da ki, belə baxın, birinciləri kimi təbrik etdik? Kimi təbrik etdik? Birinciləri həmin şeydir. Bəlkə də hər şeyi unudacaqsan. Nəyi unudacaqsan? Hər şeyi. Heç kimsədən soruşdun ki, kimsədən elə kimdən deməkdir də, yəni kimdən. Yuxarıları zəmin qayda zərfə də aiddir. Baxın, zərfdə yuxarı sözü mən sizə dedim də, zərf keçid təyində də dedim. Mən bunu digərlərdə də qeyd eləmişəm, mübtədada da izah eləmişəm. Zərf əzbərlənməli dərsdir. Haranı təmizləyin? Haranı təmizləyin? Baxın, haranı sualı. Haranı seyr edib? Aşağıları seyr edin. Diqqətli olun, haranı təsiri kağıda işlənən haranı sualı tamamlığın sualıdır. Bunu səhv salmayın. Zəfnin sualı deyil. Zəfnin sualı haraya, harada və haradandır. Son 3 dənəsi. Feili sifət. Yatmışları oyatmayın. Yəni yatmış insanlar deməkdir də. İsimləşib kimi oyatmayın? Yatmışları. Kimi alqışladılar? Oxuyanı alqışladılar. Nizami küsməyi bacarmaz. Nəyi bacarmaz? Küsməyi. Nədən nə çıxar? Nədən? İsmi birləşmələr mürəkkəb adlar. Vahidin oxumağını bəyəndim. İsmi birləşmələr dərsdə görürsünüz yenə. Nə etdim? Bəyəndim. Mən nəyi bəyəndim? Yəlik al varmı? Var. Vahidin oxumağı, mənsubət varmı? Var. Yəliklə mənsubət parçalanmır ki, xeyr. Ona görə bütövlükdə hamısı bir yerdə nəyi? Cümlə üzvü tamamlıq götürür. Qurdu qurd baxışından tanıyarlar. Nədən tanıyarlar? Qurdun baxışı deməkdir də, əziz şagirdlər. Qurdun baxışı deməkdir. Qurdun baxışı nədir? Yəlik və mənsubət deyil. Parçalayırıqmı? Xeyr. Bütövlükdə nə götürürük? Söz birləşməsi. Dəniz gəzintilərini, yəni dənizin gəzintiləri. Parçalayırıqmı? Xeyr. Nəyi? Dənizin gəzintilərini sevir. Hər tərəf bilirsiniz. Birinci növ ismi birləşmədir. Parçalanmayanlar siyahısına gedir. Bu ümumiyyətlə parçalaya bilməzsiniz. Əslində birinci növ parçalanır, amma bunlar parçalanmanın 5-10 sözdür. Şagirdlərin oxuyanlarını tərtib etdilər. Kimi tərtib etdilər? Şagirdlərin oxuyanlarını tərtib etdilər. Parçalayırıqmı? Qətiyyən parçalanmır. Nəyi? Üz üstəmək kimi. Kimi. Feili birləşmə. Feili birləşmə nədir? Əsas tərəfləri nə ilə ifadə olunacaq? Feilin təsviflənməyən formaları. Yaxşı oxuyanlarını tərtib etdilər. Nə etdilər? Tərtib etdilər. Kimi tərtib etdilər? Yaxşı oxuyanlar. Niyə bütövlükdə götürür, əziz şagirdlər? Çünki feili sifət şəkilçisi var. Feili sifət, ümumiyyətlə feilin təsviflənməyən formaların şəkilçisi gəldiyi zaman axan sular durular. Vəssalam, bitdi. Yəni artıq tərkib var. Özünün sol tərəfdə söz varsa. Onun yeni öyrəndiklərini müəllim sual cavab etdi. Varmı? Var. Gördünüzmü? Tərkib əmələ gətirir. Nəyi sual cavab etdi? Onun yeni öyrəndiklərini. Baxın, təsirkar şəkilçisi var. Kitabdan oxumağını qiymətləndirdim. Nə etdim? Qiymətləndirdim. Nəyi qiymətləndirdim? Baxın, məsdər şəkilçisi varmı? Var. Feilin təsviflənmə forması tərkib əmələ gətirib mi? Gətirib. Vəssalam, kitabdan söz artıq ona tabidir. Nəyi qiymətləndirdim? Kitabdan oxumağını. Yeni öyrəndiklərini müəllim sual cavab etdi.
Kim sual cevap etdi? Müəllim. Müəllim nəyi sual cevap etdi? Yeni öyrəndiklərini. Baxın, əziz şagirdlər, biz bundan qabaqki təyin dərsində nə dedik? Dedik ki, fe'li birləşmənin qabağında təyin olmaz. Görürsünüzmü? Yeni sözü özünü təyin kimi göstərir. Yəni sizə elə gələ bilər, amma qətiyyən elə bir şey ola bilməz. Çünki D plus mənsup şəkilçisi var burada. Fe'li birləşmənin qarşısına təyin olmaz. Razoloji birləşmə. Baş dinləməkdən bir şey çıxmaz. Bir şey çıxmaz. Çıxmaz, nə çıxmaz? Belə bir şey çıxmaz bir şəkildə götürə bilərik düşünün. Çünki mübtəda yoxdur burada. Nədən? Baş dinləməkdən. Nədən baş dinləməkdən? Baxın, nədən baş dinləməkdən? Sözümü yerə salanı sevmirəm. Nə etmirəm, sevmirəm. Kimi? Sözümü yerə salan. Bilirsiniz ki, prazoloji birləşmələr sintaktik təhlil belə zamanı, yəni ümumiyyətlə bunu biz leksikada öyrənmişik. Bilirsiniz, parçalamağı olmaz. Hamısı bir yerdə. Bir leksik vahidi, bir mənası var. Durub da sözümü nəyə, hara, salanı belə bir şey götürə bilməzsiniz. Diqqətli olun, prazoloji birləşmələr bir cümlə üzvü götürülür. Yəni, kimi sevmirəm, sözümü yerə salanı. Qoşmalı söz və söz birləşmələri bilirsiniz ki, qoşmalı söz haqqında danışdıq. Bundan qabaq da danışdıq ki, qoşulduğu sözlə bir yerdə cümlə üzvü olur. Kim haqqında? Kim haqqında? Nənəsi haqqında. Kim ilə gəldi? Mənim dostum ilə gəldi. Hamısı bir yerdə tamamlıq. Burada qoşmanı da atmaqda çəkirsiniz. Diqqətli olun. Əlbəttə ki, tamamlıqlar qurluqca və sadə olur. Qurluqca sadə və mürəkkəb olur. Sözsüz ki, təkcə nitq hissə ifadə olunanlar sadə, söz birləşmələri və mürəkkəb addan ifadə olunanlar isə mürəkkəb olur. Qız güllü donunu geymişdi. Nəyi geymişdi? Donun neçə sözdür? Bir söz. Nəyə baxdıq? Kitaba baxdıq. Neçə sözdür? Bir söz. Bizə sadəyə imkan verirdi. Sadə zaten bir sözdən ibarət olacaqdı, əziz şagirdlər. İndi buna baxın, direktor Əli müəllimi qabaqda oturtmuşdu. Nə etmişdi? Oturtmuşdu. Harada qabaqda? Kimi oturtmuşdu? Əli müəllimi. Əli müəllim. Neçə sözdür? Bir və iki söz. İki söz olmağı mənə bəs eləyir də mürəkkəb deyə. Meşəyə gedənlər. Bax, fe'li sifətin şəkilçisi var. Axtarır. Kimi axtarır? Meşəyə gedənləri. Gördünüzmü? Tərkib əmələ gətirib, meşə sözü avtomatik nəyə tabi olub? Ona. Bu da belə. Yəni ki, artıq deməli bizim belə bir qayda çıxardıq sizin üçün. Bir cümlə üzvünə sadə demək istəyiriksə, yəni sadə cümlə üzvü demək istəyiriksə bir söz olmalıdır. Yəni o sadə olacaq. Əgər biz ona mürəkkəb demək istəyiriksə, minimum iki söz olmalıdır. Bunda diqqətli olun. Mən bu hissəni istəyirəm sadə dildə izah edeyim. Bir qədər. Çünki bəzən qrammatika kitablarında bir balaca çətin yazılır, xüsusən bəzən mik üçün olur və şagirdlər onu çətin başa düşür. Bax, quzu su içir. Gəl bu nümunəni yazaq, istəsiniz başqa nümunələr də yazaq. Baxın, quzu su içir. Gəlin biz ikisini də özümüzdən yazaq. Anam gül dərir. Əziz şagirdlər, belə bir cümlələr verirlər. İndi yerimiz çatdı, yine əlavə qeyd edəcəm. Belə bir cümlələr verilir və deyirlər bunu sintaktik təhlil edir. Deməli, nə edir? İçir. Nə içir? Quzu. Mübtədə xəbər. Sözsüz ki, əgər mən ümumiyyətlə cümlədə biz tapan zaman, birinci ilk növbədə mübtədə xəbər tapmaq lazım. Tapan zaman mübtədə xəbəri ayırdımsa, ikinci periodda mübtədə kimi görünür, heç mübtədə ola bilməz. Əgər həmcins mübtədə olarsa başqa, amma gördüyünüz kimi burada həmcins mübtədə də yoxdur. Deməli, bu mübtədə deyil. Mübtədə kimi görünən, bilirsiniz ki, mübtədə nə sualına cavab verir? İkinci nə sualına cavab verən cümlə üzrü hansıdır? Tamamlıq. Deməli, mən artıq burada tamamlıqdan şübhələnməliyim. Artıq deməli, burada tamamlığın, yəni mən artıq şübhələnməliyim ki, burada tamamlıqdan. Niyə biz belə düşünürük? Baxın, bunu tapmağın bir neçə yolu var. Əslində, əvvəllər proqramda təsirli fe'l adlı bir bölmə var idi. Bunu tapmaqda şagirdlərinə rahatdır. Nə edir, dərir, nə edir? İçir. Nə edir, içir? Nəyi içir? Suyu içir. Görürsünüzmü? Baxın, buna sual verəcəksiniz. Nə edir? İçir. Sonra da sual verirsiniz ki, nəyi içir? Baxın, suala baxın. Nəyi içir? Bu sualı verin.
Bak bu cür fiillerin yanında bu sualları verin. Gördünüz ki verdiniz gelir ve siz bu şəkil için bura qoyabilirsinizsə də deməli o tamamlıqdır. Neyidir dərir? Nəyi dərir? Gülü dərir. Baxın, gördünüzmü? Və ya da bunu tapmanın başqa bir yolu var. Quzu su içir kəlməsində suyu qabağa gətirin. Bu suyu quzu içir. Yəni siz ora o bu əvəzliyi gətirdiyiniz zaman avtomatik sudakı olan gizlənən təsiri kalın şəkilsi özünü avtomatik orada göstərəcək. Avtomatik. Bu gülü anam dərir. Bu gülü anam dərir. Gördünüzmü? Özü necə göstərdi? Gizlənmiş şəkilçidir. Əslində mən şagirdlərə həmişə deyirəm, bax tamamlıq kimi görünən nə şəkilçisi demək olar ki, heç vaxt nə şəkilçisi deyil. Bu nəyi şəkilçisidir? Zərflikdə görünən hara şəkilçisi əslində haraya şəkilçisidir. Sadəcə bizdə elə sözlər var ki, yəni bu şəkildə işlənmir. Yəni məsələn, burdakı quzu su içir cümləsidir. Orada suyu sözü deyil. Nə mənada deyil? Açıq-aydın yazılmıyor. Olduğu üçün biz orada nədir ekvivalent qoymuşuq. Əslində qalsa o səbəbə, yəni alternativ olaraq qoymuşuq. Amma əslində qalsa orada nəyidir? Nəyi? Yerli, dibli, nə sualı heç bir şəkilsiz olan yalnız və yalnız mübtədadır. Bunu digər nümunələrdə biz yaza bilərik. Məsələn, tutaq ki, gəlin başqa bir nümunələr yazaq. Tutaq ki, deyək, bacım dondurma yeyir. Gətirin qoyun arxasına. Dondurma yeyir. Nə edir? Yeyir. Nəyi yeyir? Dondurmanı yeyir. Gördünüzmü? Qeyri-müəyyən təsiri haldadır və bu da nə olur? Uy, tamam, işarə söz üstüm. Dondurma yeyir. Qardaşım maşın gətirir. Qardaşım maşın gətirir. Nəyi gətirir? Maşını gətirir. Gördünüzmü? Və yaxud da ki, deyirsiniz ki, bu maşını, baxın, bu maşın qardaşım gətirir olmaz. Avtomatik bu maşın qardaşım gətirir olmaz. Avtomatik şəkil sözünü göstərir. Bu maşını qardaşım gətirir. Ümidvaram ki, tamamlıqla bağlı bir sıxıntınız qalmaz inşallah. Mən yenə deyirəm, biz qaydaları uşaqlara ümumi olaraq izah edirik. Hər bir kəsə. Amma yenə deyirəm, Azərbaycan dilində qaydaların önəmi çox deyil. Maksimum dərəcə test üzərində işləmək, tətbiq eləmək. Çünki Azərbaycan dili demək olar ki, söz oyunudur. Söz oyunudur. Yəni, elə sözlər qarşınıza çıxa bilər ki, hər şey alt-üst edə bilər. Ona görə tədbiq hər şeyin üzərindədir. Daha hansı mövzuları izah etməyimi istəsəniz, şərhlərdə qeyd edərsə onları izah edərəm. Sağ olun, salamat qalın.